Bakıda iki marşrutla bağlı məsələ var. 214 və 214A marşrutlarında gediş haqqı 65 qəpik olacaq. Bakının Ramana qəsəbəsinə xidmət göstərən 214 və 214A nömrəli şəhər ətrafı avtobus marşrutlarında iyulun 1-dən yeni daşıyıcı fəaliyyətə başlayacaq. Bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi məlumat yayıb. Bildirilib ki, dəyişiklik 214 və 214A nömrəli marşrutlar üzrə keçirilən müsabiqənin nəticələrinə əsasən həyata keçirilir. Məlumata görə Ramana qəsəbəsindəki Şuşa şəhərciyi yaşayış massivini Cəmşid Naxçıvanski küçəsi ilə birləşdirən 214 nömrəli marşrutda 15, qəsəbənin Fərrux Qayıbov küçəsini Koroğlu Nəqliyyat Mübadilə Mərkəzi ilə əlaqələndirən 214A nömrəli marşrutda isə 8 müasir ekoloji cəhətdən təmiz CNG texnologiyalı avtobus sərnişinlərə xidmət göstərəcək. Hər iki marşrutda ödəniş yalnız nağdsız olacaq, yəni kartla olacaq və gediş haqqı isə 65 qəpik təşkil edəcək.